Salam dostlar, necəsiniz? Mən bugün sizlərlə birlikdə yelpazi hazırlayıram. Siz adət işlədəcəksinizsə bir dənə vərəq, amma işlədəcəksinizsə belə mənim kimi belə dəftər vərəqi, onda isə bir dənə vərəq lazımdır bizə. Amma A4 vərəqində də 2 dənə edə bilərsiniz. 2 dənə verən daha yaxşı, amma bir dənəsi varsa bir dənədən çıxar. Və hazırlayaq. Mən bunları kvevləyəcəm, sonra pitləşdirəcəm və hazırlayıram. Birinci dostlar, bunu birini götürürəm, qırağıma bu tərəfə qoyuram. Nə yapayım birinci? Bunu burasını və qatlayıram. Qatlavadıktan sonra bu tərəfini çevirəm. Siz burada bizə şeyini itirməyin, simetriyasını ki, hansı tərəfdən. Şimdi bu yüzden qatlayıram. Eyni kıvam. Bu yüzden bir qatlavadım. Həvəliş böyle 2 dənəsini qatlamışım. İndi isə bu yüzden qatlayıram. Aha, birincimiz hazır yeməyə. Kvevləyəcəm birinci. Və kvevləyəcəm. Bunun burasını belə qatlayacağım. Və belə olmalıdır. İkinci vərəqə keçirəm. Eyni bunun kimi bir dənə bunun hazırlayayım. Həvəliş belə kədər eləmişəm. Şimdi isə bu tərəfindəyim. Hazırlayın həmin kimi bunu kvevləyəcəm. 3 pərvanəmiz də hazır. Şimdi nə var? Bu 2 dənə pərvanəni pitləşdiririk. Hər iki ucundan da belə eləyirik. Belə qıvırıq. Mən sizə hər detayını göstərəcəm. Bunun burasını kvevlədim. Bu ucu var ya, qatlavadığımız burasını. Şimdi bunu həmin kimi onu kvevləyəcəm. Kvevləyə də bəs kvevləməyə də bəs. Yapışar, yapışmaz olmalı bilmirəm. Hər ikisini kvevlədikdən sonra bunun burasını qıvırıq. Baxın belə şey verir. Belə bir şey alın. Bax, bunun buralarını pitləşdirik. Buralarını pitləşdirdikdən sonra bunun bu hər bir tərəfin buralarını da kvevləyirik. Belə bir şey alınır. Sizin tikəniniz varsa tikədə bilərsiniz. Bunu tikəcəm. Belə tikdən sonra əvvəl tikəcəm. Dediyim kimi siz tikədə bilərsiniz, tikməyə də bilərsiniz. Amma mən tikdim. Tikdim. Sizdə belə əyri çıxdısa, məndən şəxsən əyri çıxır. Belə bir tərəf belə, bir tərəf belə. Qayıtısı və onu kəsərik. Və onu da kəsdim. Artıq pastasını kəsdim. Kiçik ölçüdə verdim. Belə alındı məndən. Ortasını da kvevlədim, belə alındı. Düzdür, hər bir bu da belə sərinləyici kimi.